В столице Объединенных Арабских Эмиратов Абу-Даби состоялась церемония вручения премии Заида за человеческое братство. В мероприятии принял участие президент Азербайджанской республики Ильхам Алиев. Сначала прозвучал гимн Объединенных Арабских Эмиратов. Затем был продемонстрирован видеоролик, связанный с премией Заида за человеческое братство. من واجبنا أن نعمل المستحيل ونعمل الغريب ونحدث الأشياء التي تفرح الإنسان. Zayed İnsan Qardaşlığı mükafatı mühüm bir andan qaynaqlanır və Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyanın dəstəyi ilə bu mükafat təltif olunur. Hər bir insan məxluqu və hər bir din daşıyıcısı insan qardaşlığını təşviq etməlidir. بما تحمله من نداءات لتعزيز السلم والأخوة والتعايش بين الناس. Далее выступил генеральный секретарь Мусульманского совета старейшин Мухаммед Абдель-Салам. Zayed mükafatının dəyəri nədən ibarətdir? O, çox şaxəllik yaradır. وكانت فرصة عظيمة لنستكشف الخير الذي يتواجد في كل مكان من هذه البقاع حول العالم. La force de rayonnement de personnes ordinaires qui font des choses Burada extraordinaires. adi insanlar, öz əməlləri ilə seçilən şəxslər, onlar irəli çəkilir. Bu, tarixin bir tərəfdən digər tərəfə keçməsidir. Bu da qeyri-adi bir hissdir. Bu, elə bir şəxslər ki, sözün əsl mənasında inanılmaz işləri görürlər. Sülh üçün çalışmaq, insanların, bəşəriyyətin əmin-amanlığı üçün çalışmaq vacibdir. أشكركم. طبعا كلنا ثقة في عملكم باختيار النماذج التي تستحق التكريم. هذه النماذج يجب أن تكون قدوة للشباب أو للناس سواء في الغرب أو في الشرق. Artan münaqişələr və parçalanma bir dövründə mən sizin hamınıza çağırış edirəm. Bu qətiyyətinizi saxlayın, öz xeyirxahlığınızı göstərin və öz nümunənizlə göstərin ki, bizim hamımız bacı və qardaşlarıq. Bu dəyərlər həmin mükafatın mərkəzində dayanır. Bu vacibdir. Biz insan qardaşlığı, bu bizim tərəfimizdən edilmiş şuurlu bir seçimdir. Biz hər hansı bir halda mümkün olan məsələlərə diqqət yetiririk və əslində biz daimə bu qəhrəmanları bu istiqamətdə üzə çıxarmağa çalışırıq. İndi isə artıq laureatlarımız var. Təbriklər. Bəli, biz eyni bəşəriyyətin nümayəndələriyik. Belə də olmalıdır.
Sülhdə yaşamağı biz öyrənirik. Bu çox gözəl bir hissdir. Əslində sülhü gücləndirmək dünyada çox vacibdir. Çünki onun böyük artan təsiri həm Ermənistanda, həm Azərbaycanda hiss olunur. На мероприятии были представлены видеообращения с поздравлениями президентов и первой леди Турции Эмine Erdoğan лауреатами премии Заида за человеческое братство. Kıymetli misafirler, farklı ülkelerden programa iştirak eden değerli dostlarım, sizlere en kalbi duygularımla, hürmetle, muhabbetle selamlıyorum. 2026 Zayid İnsan Kardeşliği Ödülleri'nin başta ödül sahipleri olmak üzere hepimiz için hayırlara vesile olmasını temenni ediyorum. Türkiye'deki 86 milyon kardeşinizin selamlarını sizlere iletmekten büyük bir bahtiyarlık duyuyorum. 2019 yılından beri takdim edilen ödüllerin bilhassa içinden geçtiğimiz günlerde tüm dünyada barışa ve istikrara katkı sunmasını diliyorum. Bu seneki ödüllere layık görülen Azerbaycan Cumhurbaşkanı Sayın İlham Aliyev ile Ermenistan Başbakanı Sayın Nikol Paşinyan'ı yürekten kutluyorum. Kalıcı barışın tesisi yolunda hem İlham Aliyev kardeşimin attığı cesur adımları hem de Sayın Paşinyan'ın ortaya koyduğu kararlı iradeyi son derece kıymetli bulduğumu özellikle ifade etmek istiyorum. Amacı, kapsamı, lafzı ve ruhu üzerinde iki tarafın da uzlaşıya vardığı mutabakatın yürürlüğe girmesiyle Kafkasya'nın geleceğinde yepyeni bir sayfanın açılacağına inanıyorum. Türkiye olarak bölgemizde ve dünyada huzur, barış, refah ve istikrar odaklı tüm girişimleri samimiyetle destekliyoruz. Kafkasya'da kalıcı barışın hakim olması için üzerimize ne düşüyorsa yapmaya, hakkaniyete dayalı dostluk köprülerinin kurulmasında aktif şekilde rol almaya inşallah devam edeceğiz. Bu düşüncelerle hem Sayın Aliyev'i hem de Ermenistan Başbakanı Sayın Paşinyan'ı bir kez daha tebrik ediyorum. 2026 Zayid İnsan Kardeşliği Ödülleri'nin tüm insanlık için hayırlar getirmesini diliyor. Hepinizi sevgiyle, saygıyla selamlıyorum. Sağ olun, var olun, kalın sağlıcakla. Əla Həzrətlər, Zat Aliləri, hörmətli qonaqlar. Mən Prezident İlham Əliyevi və Baş nazir Nikol Paşinyanı Zayid İnsan Qardaşlığı mükafatı ilə təltif olunmaları münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Bu mükafat qarşıdurma məntiqi əvəzinə sülhün, kin əvəzinə məsuliyyətin, keçmiş əvəzinə gələcəyin seçilməsi baxımından müdrik rəhbərliyi qeyd edir. Dünyanın getdikcə parçalanmış vəziyyətə düşdüyü bir vaxtda belə siyasətin müstəsna mənəvi və siyasi əhəmiyyəti var. Sülh sazişi istiqamətində Azərbaycanın və Ermənistanın əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsidir. Bu, hətta uzun müddətli münaqişələrin dialoq, məsuliyyət və təmkinlik vasitəsilə həll oluna biləcəyini nümayiş etdirir. Qarşıdurma və ciddi parçalanma xətləri ilə səciyyələndirən bir dövrdə bu təcrübə göstərir ki, barışıq zəiflik deyil, güc deməkdir. Qazaxıstan üçün Azərbaycan və Ermənistan yaxın və qardaş ölkələrdir. Biz ölkəmizə göstərilmiş etimadı, o cümlədən sülh danışıqlarının mühüm mərhələsinin Almatıda keçirilməsini yüksək qiymətləndiririk. Bu, irəli getməyin yeganə yolunun dialoq olduğu ilə bağlı birgə inamımızın təzahürüdür. Qazaxıstan Avrasiyada və daha geniş coğrafiyada ardıcıl olaraq sülhü, etimadı və əməkdaşlığı gücləndirən təşəbbüsləri dəstəkləyir. Şeyx Zayid mükafatı güclü mənəvi mesaj daşıyır.
O, qardaşlığın təhlükəsizlik, inkişaf və insan ləyaqətinin təmin edilməsi üçün universal prinsip və praktiki təməl olduğunu bir daha təsdiqləyir. Bu mükafat Şeyx Zayed bin Sultan Əl Nəhyanın dözümlülük, qarşılıqlı hörmət və dinc birgə yaşayışa əsaslanan davamlı irsini təcəssüm etdirir. Bu mənada mən Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Əl Nəhyana bu dəyərləri yüksək tutduğuna görə dərin minnətdarlığımı ifadə etmək istərdim. Bu prinsiplər konkret siyasi nəticələrdə öz aydın əksini tapır. Azərbaycan ilə Ermənistan arasında sülh və əməkdaşlıq bu mirasa yeni məzmun qatır, onun regionun hüdudlarından çox uzaqda olan aktuallığını nümayiş etdirir. Bu, həmçinin beynəlxalq münasibətlərin səmərəli aləti kimi diplomatiyaya etimadı gücləndirib. Hörmətli Prezident Əliyev, hörmətli Baş nazir Paşinyan, sizin sülhə güclü sadiqliyiniz milyonlarla insana ümid verdi və mehriban qonşuluq əlaqələrinin, sabitliyin, beynəlxalq münasibətlərin ən ali dəyərləri olması ilə bağlı dünya ictimaiyyətinə aydın siqnal göndərdi. Hər ikiniz böyük müdriklik və dərin baxış nümayiş etdirdiniz. Əminəm ki, balansa və məntiqi düşüncəyə əsaslanan diplomatiya vasitəsilə biz daha sabit və proqnozlaşdırıla bilən gələcək qura bilərik. Təşəkkür edirəm. Birləşmiş Ərəb Əmirliklərinin möhtərəm prezidenti Əlahəzrət Məhəmməd bin Zayed Əl Nəhyan, Azərbaycan Respublikasının prezidenti Zat-ı Aliləri Cənab İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Zat-ı Aliləri Cənab Nikol Paşinyan, xanımlar və cənablar, bugün dəyişkən dünyada məsuliyyətli liderlərə, sarsılmaz siyasi iradəyə və problemlərin dialoq vasitəsilə həllinə böyük ehtiyac duyulur. Hazırki mürəkkəb beynəlxalq vəziyyətdə bu tərzdə qəbul edilən ibrətamiz qərarlar dövlətlər və xalqlar arasında sabitlik növrəsini və güclü etimad yarada bilər. Lakin sülh kimi qiyməti olmayan nemət öz-özünə yaranmır. Sülh cəsarəti, digərini dinləmək və ən çətin şəraitdə belə güzəştlər yolunu tapmaq, qəbul edilmiş qərarlar üzrə məsuliyyət daşımaq bacarığını tələb edir. Tarix göstərir ki, uzunmüddətli və dayanıqlı artım yalnız güzəştlər, qarşılıqlı hörmət və ehtiram mühiti yolu ilə əldə oluna bilər. Şeyx Zayedin İnsan Qardaşlığı mükafatının laureatlarını Azərbaycan Respublikasının prezidenti Zat-ı Aliləri Cənab İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Zat-ı Aliləri Cənab Nikol Paşinyanı səmimiyyətlə təbrik etmək mənim üçün böyük şərəfdir. Uzun sürmüş münaqişəni rasional şəkildə həll etmək və sülhə nail olmaq naminə həmin siyasi liderlərin birgə səyləri heç şübhəsiz ki, bu nüfuzlu mükafata layiqdir. Əldə olunmuş razılaşma problemin həllində məsuliyyətli yanaşmanın bütöv regionumuzda sabitliyin təmin edilməsi istiqamətində atılmış tarixi addımın bariz nümunəsidir. Bu mənada dövlət xadimlərinə belə yüksək mükafatın verilməsi, həmçinin dünyanın mühüm regionlarından birində yaranan dostluq, həmrəylik və yeni əməkdaşlıq ruhunun aydın əməli təsdiqidir. Biz istənilən mübahisənin, münaqişənin yalnız beynəlxalq hüquq və mehriban qonşuluq əsasında siyasi və diplomatik vasitələrlə həllinin tərəfdarıyıq. Bugün biz xalqımızın ümumi əmin-amanlığı və rifahını yalnız birlik,
qarşılıqlı dəstək və tərəfdaşlıq vasitəsilə təmin edə bilərik. Böyük Şeyx Zayedin adını daşıyan bu mükafatın layiqli namizədlərə verilməsi faktı həmin əbədi həqiqəti bir daha aydın şəkildə sübuta yetirir. Fürsətdən istifadə edərək Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyinin beynəlxalq arenada humanist təşəbbüslərinin fəal şəkildə təşviqinə, dialoqun ardıcıl şəkildə gücləndirilməsinə, Abu Dhabinin qlobal sülh mərkəzinə çevrilməsinə verdiyi olduqca dəyərli töhfəsinə görə təşəkkürümü bildirirəm. Əminəm ki, bu cür nəcib və mərhəmətli işlər beynəlxalq ictimaiyyətin sülhün və təhlükəsizliyin təmin edilməsinə yönəlmiş ümumi səylərinə yeni təkan verəcəkdir. Sizə möhkəm can sağlığı, saadət və şərəfli fəaliyyətinizdə böyük uğurlar arzu edirəm. Diqqətiniz üçün minnətdaram. Bismillahirrahmanirrahim. Your Highnesses, Zat-ı Aliləri, xanımlar və cənablar, çox əziz qardaşım, Zat-ı Aliləri Azərbaycan Prezidenti İlham Əliyevə nüfuzlu Zayed İnsan Qardaşlığı mükafatının verilməsi münasibətilə ən səmimi təbriklərimi çatdırmaqdan olduqca məmnunam. Mərhum Şeyx Zayed bin Sultan Əl-Nəhyanın əbədi irsinə, onun sülhə, dinç birgə yaşayışla bağlı daim qəlbdə yaşayan baxışlarına böyük hörmətin əlaməti olaraq bu mükafat Birləşmiş Ərəb Əmirliklərinin uzaq görən rəhbərliyinin səylərini əks etdirir, bu ölkənin qlobal səviyyədə aparıcı diplomatiya mərkəzi olduğunu göstərir. Xanımlar və cənablar, parçalanma və münaqişələr məngənəsində olan dünyada Prezident Əliyevin qətiyyətli və cəsarətli rəhbərlik keyfiyyətləri hər zaman aydın görünüb, onun gələcəyə yönələn baxışları, uzunmüddətli ziddiyyətləri kənara qoyaraq, Ermənistanla tarixi sülh sazişi əsasında sülhə yolun açılmasında, əmin-amanlığın genişlənilməsində özünü bir üzə vermişdir. Həmin olduqca mühüm razılaşma təxminən 4-10 illik sürən münaqişəyə son qoydu və beləliklə Zayed mükafatının dərindən təşviq etdiyi insan qardaşlığının, həmrəyliyin, mərhəmətin, ortaq insani dəyərlərin əsl nümunəsini təcəssüm etdirir. Xanımlar və cənablar, Pakistan ilə Azərbaycanı dərin kökləri olan qardaşlıq, qətiyyətli qarşılığı, dəstək telləri bağlayır. Xalqlarımızı çalışdıqları qlobal sülh, rifah və dayanıqlı inkişaf dəyərləri birləşdirir. Biz Prezident İlham Əliyevin müdrik və düşünülmüş rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi yüksək nailiyyətlərdən fəxr hissi duyuruq. O, Qafqazda və onun hüdudlarından kənarda sülh və sabitliyin qətiyyətli carçısı kimi tanınır. Pakistan həmin sazişi nəinki Azərbaycan və Ermənistan, o cümlədən bütün region üçün yeni əmin-amanlıq və dayanıqlı sülh dövrünün başlanğıcı kimi alqışladı. Xanımlar və cənablar, mən əziz qardaşım, Prezident İlham Əliyevi bu nüfuzlu mükafatı alması münasibətilə bir daha təbrik edirəm. Ümidvaram və dua edirəm ki, uzaq görən rəhbərinin səyləri ilə qardaş Azərbaycan xalqı uzunmüddətli sülhə, əmin-amanlığa və tərəqqiyə doğru addımlarını davam etdirsin. Sağ olun.
Hörmətli İlham Heydəroğlu, hörmətli Nikol Vavayeviç, sizə 2026-cı il üzrə Zayed İnsan Qardaşlığı mükafatı ilə təltif edilməyiniz münasibətilə səmimi təbriklərimi çatdırıram. Qırğız Respublikası 2025-ci il avqustun 8-də Vaşinqton şəhərində aranızda keçirilmiş görüşün nəticələrinə dair birgə bəyannamənin imzalanmasını xüsusi məmnuniyyət hissi ilə alqışladı. Bu sadəcə siyasi və diplomatik addım deyil, Cənubi Qafqazda davamlı sülhün, təhlükəsizliyin və qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edən həqiqətən də tarixi bir nailiyyətdir. Onu da xüsusi vurğulamaq istəyirəm ki, hörmətli İlham Heydəroğlu və hörmətli Nikol Vavayeviç görkəmli dövlət xadimliyinin, uzaq görən liderliyinin və siyasi məsuliyyətin ən yüksək səviyyəsini nümayiş etdirdilər. Qırğız Respublikası qəti şəkildə əmindir ki, ölkələriniz arasında münasibətlərin tam bərpası ilk növbədə hər iki xalqın mənafeyinə xidmət edir və davamlı sülhün güclü təməlini yaradır. Bu mənada biz sülh sazişinin ən qısa zamanda imzalanması istiqamətində Bakı və İrəvanın son vaxtlardakı səylərini tam dəstəkləyirik. Biz iki ölkə arasında qarşılıqlı etimadı gücləndirən və dayanıqlı sülh arxitekturasını yaradılmasına töhfə verən bu prosesin hər tərəfli dəstəklənməsinə hazırıq. Qırğız Respublikası bu sahədə özünün tarixi təcrübəsinə xüsusi əhəmiyyət verir. Bu mənada onu da qeyd etmək istəyirəm ki, Qarabağda münaqişənin dayandırılması və insanların həyatının xilas edilməsi üçün 1994-cü ildə imzalanmış Bişkek protokolu diplomatik praqmatizmin və məsuliyyətin vacib nümunəsi oldu. Bildiyiniz kimi, Qırğız Respublikası qonşu dövlətlərlə sərhəd məsələlərini tədricən həll etdi. 2025-ci ildə Qırğızstan, Tacikistan və Özbəkistan arasında olan sərhədin üç ölkəni birləşdirən hissəsinə dair razılaşma imzalandı. Uzun illər ərzində biz sərhəd məsələləri ilə bağlı çağırışları ardıcıl şəkildə həll etməyə çalışmışıq. Nəticədə bütün məsələlərin yalnız dostluq, mehriban qonşuluq, qarşılıqlı dəstək və qarşılıqlı etimad ruhunda həll edilməsi mümkün oldu. İnanıram ki, Azərbaycan və Ermənistan eyni şəkildə sülh münasibətlərinə nail olacaqlar və iki xalq arasında harmoniya, dostluq və firavanlıq naminə uzunmüddətli əməkdaşlığın möhkəm təməlini qoyacaqlar. 2026-cı il üzrə Zayed İnsan Qardaşlığı mükafatının Münsiflər Komitəsinin hörmətli üzvləri belə nəcib məqsəd naminə çalışaraq vacib missiyanın davamlı irəlilədilməsinə görə sizə dərin minnətdarlığımı bildirirəm. Sizin əhəmiyyətli fəaliyyətinizin sülhün gücləndirilməsi və qarşılıqlı anlaşmaya töhfə verməsi üçün davamlı olmasını diləyirəm. Arzu edirəm ki, fəaliyyətiniz dünya ictimaiyyətini həmrəylik, qarşılıqlı dəstək və insan ləyaqətinə hörmət kimi dəyərlər ətrafında səfərbər etsin. Hörmətli qonaqlar, həm öz adımdan, həm də Livan xalqı adından Fələstin Rifah Təşkilatını Zayed İnsan Qardaşlığı mükafatına layiq görülməsi münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Məsuliyyətli inkişaf və humanitar fəaliyyət nümunəsi olan bu qurum fərqli proqramları vasitəsilə həm Fələstində, həm də Livandakı qaçqın düşərgələrində minlərlə Fələstinlinin həyat şəraitinin yaxşılaşdırılmasına, inkişaf və yardım sahələrində göstərdiyi böyük səylərə misilsiz töhfələr vermişdir. Fələstin xalqının üzləşdiyi davamlı böhranlar və çətinliklər fonunda onların öz torpaqlarına və milli kimliklərinə bağlı qalmaq əzmini və mətanətini alqışlayıram. Bir daha vurğulayıram ki, Fələstin davasını dəstəkləyən və bu yolda böyük fədakarlıqlar edən Livan Yaxın Şərq probleminin 2002-ci il Beyrut sammitində qəbul edilmiş Ərəb sülh təşəbbüsü çərçivəsində ədalətli, hərtərəfli və qalıcı həllindən başqa alternativ görmür. Xanımlar və cənablar, eyni zamanda Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanı
və Azərbaycan Respublikasının prezidenti Zati Aliləri İlham Əliyevi Ermənistan və Azərbaycan arasındakı sülh təşəbbüsünün eyni mükafata layiq görülməsi münasibətilə təbrik etməkdən şərəf duyuram. Bu mükafat iki ölkə arasında uzun sürən münaqişəyə son qoyan və region xalqlarının daha təhlükəsiz gələcəyi üçün yeni sabitlik səhifəsi açan tarixi sülh sazişinin yüksək qiymətləndirilməsidir. Bu nailiyyət bir daha sübut edir ki, siyasi cəsarət səmimi iradə ilə birləşdikdə münaqişənin fürsətə, sülhü isə daimi seçimə çevirmək mümkündür. Hörmətli qonaqlar, müqəddəs Papa 14-cü Leonun və Əl-Əshər Şərifin şeyxi Əhməd Əl-Taybin xeyir duaları ilə fəaliyyət göstərən müstəqil Zayed Beynəlxalq mükafatının rəhbərliyi tərəfindən qaliblərin seçilməsi beynəlxalq səviyyədə yüksək etirafın göstəricisidir. Bu, sülhə və insan ləyaqətinə xidmət edən işlərin dərin bəşəri dəyərini təsdiqləyir. Sonda bütün qalibləri bir daha təbrik edir, insan qardaşlığının dünyamızı daha ədalətli və dinc gələcəyə aparan bir körpü olaraq qalmasını arzulayıram. Cesaretle taşıyan şahsiyetleri onurlandırarak insanlık vicdanının hala dipdiri olduğunu ve müreffeh bir geleceğin ancak kardeşlik ruhuyla inşa edilebileceğini tüm dünyaya ilan etmektedir. Bismillahirrahmanirrahim. Mənim dostlarım, icazə verin, bəşəriyyətimizin ümumi dəyərlərinin bərqərar olunmasına sadiqliyi təcəssüm etdirən 2026-cı il üzrə Zayed İnsan Qardaşlığı mükafatının təqdimatı kimi mühüm tədbirin təltif olunan hörmətli şəxslərinə və iştirakçılarına İordaniya xalqının səmimi salamlarını çatdırım. Ermənistanla Azərbaycan arasında sülh sazişin, həmçinin həmin razılaşmanı mümkün etmiş insanların və onların göstərdiyi çox böyük səylərin tanınması və qeyd edilməsində hamınıza qoşulmaqdan böyük şərəf hissi duyuram. Zat aliləri, əziz dostlarım, bu cür tarixi nailiyyət münasibətilə sizi təbrik edirəm. Cəsarətli sülh seçimini etdiyinizə görə təbrik edirəm. Bu nailiyyət sizin inanılmaz cəsarət və rəhbərlik keyfiyyətlərinizin nəticəsidir. Uğrunuz 10 illiklər boyu davam etmiş münaqişəyə baxmayaraq sülhün üstün tutulması mümkünlüyünün nümunəsidir. O, bütün dünyadakı, xüsusən də bölgədəki insanlara ümid verir ki, onlar gələcəkdə sülh, təhlükəsizlik və sabitlik şəraitində yaşasınlar, övladlarını böyütsünlər, işləsinlər və inkişaf etsinlər. Zat aliləri, bilirəm ki, biz qarşılıqlı anlaşmanı təşviq etmək və uzun müddətli sülhə nail olmaq üçün davamlı dialoqun vacibliyinə eyni şəkildə inanırıq. Biz hamımız insan qardaşlığının yan-yana yaşamağın gücünə və bəşəriyyətin bir hissəsi kimi bütün millətlər, mədəniyyətlər və dinlərdən olan xalqlara hörmətlə yanaşmanın qüdrətinə qəti şəkildə inanırıq. Həmin prinsipləri fəaliyyətdə nümayiş etdirdiyinizə görə sizə minnətdaram. Sülhün həyatımız boyu hamı üçün əlçatan olması ümidini dünyaya verdiyinizə görə sizə təşəkkür edirəm. Sağ olun. На церемонии выступил президент Ильхам Алиев. Biz əvvəlcə kimin çıxış edəcəyi barədə razılığa gəlməliyik. Əla Həzrət, Birləşmiş Ərəb Əmirliklərinin prezidenti, əziz qardaşım Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan, Hakimlər Komitəsinin üzvləri, xanımlar və cənablar,
İlk növbədə bu mükafata görə Hakimlər Komitəsinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Birləşmiş Ərəb Əmirliklərinin banisi mərhum Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək mənim üçün böyük şərəfdir. O elə bir böyük lider idi ki, onun uzaqgörənliyi və fəaliyyəti Birləşmiş Ərəb Əmirliklərini dünyanın ən firavan və ən uğurlu ölkələrindən birinə çevirmişdir. Əziz qardaşım Şeyx Məhəmməd atasının inkişaf, tərəqqi və davamlı müasirləşmə siyasətini davam etdirir. Bugün Birləşmiş Ərəb Əmirlikləri tarixi köklərinə möhkəm bağlı qalmaqla yanaşı, gələcəyə də inamla baxan, sülh və ahəngdar şəraitdə yaşayan bir cəmiyyətin necə qurulması baxımından həqiqətən də bir çox ölkələr üçün nümunədir. Dinlər arası dialoqun inkişafına verdikləri töhfəyə, həmçinin sivilizasiyaların bir-birinə daha da yaxınlaşması istiqamətində göstərdikləri səylərə görə Əl-Əzhərin böyük imamı Doktor Əhməd Əl-Taibə və Roma papası Zat-ı Müqəddəsləri Leoya dərin minnətdarlığımı bildirmək istəyirəm. Mərasimə ünvanladıkları xoş müraciətlərində bir daha Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini vurğulayan bütün həmkarlarıma da minnətdarlığımı bildirirəm. Bu sülh təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb edir. Biz 30 ildən artıq müddətdə müharibə şəraitində olmuşuq. İndi isə artıq 6 aydır ki, sülh şəraitində yaşayırıq. Dəfələrlə qeyd etdiyim kimi, biz sülh şəraitində yaşamağı öyrənirik. Sizə deyə bilərəm ki, bu xüsusi bir hissdir. Biz müstəqillik əldə edəndən bəri heç vaxt sülh şəraitində yaşamamışıq və indi bunu sürətlə öyrənirik. ABŞ prezidenti Donald Trump'ın Vaşinqtonda ev sahibliyi etdiyi tarixi zirvə görüşündən sonraki 6 ay tərəfdaşlıq, əməkdaşlıq və uzun müddətli dayanıqlı sülhə doğru irəliləyiş ayları olmuşdur. Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasına verdiyi töhfəyə görə Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump'a da minnətdarlığımı bildirmək istəyirəm. O, 2025-ci il avqustun 8-də üç tərəfli zirvə görüşünə ev sahibliyi etmişdir. Həmin zirvə görüşünün nəticəsi olaraq Ermənistan və Azərbaycan arasında sülh sazişi paraflanmış, həmçinin birgə bəyannamə imzalanmışdır. Prezident Trump şahid qismində həmin sənədi həmçinin imzalamış və bununla da 3-10 illikdən artıq davam edən qanlı və ölümcül münaqişəyə son qoyulmuşdur. Qeyd etdiyim kimi, bu 6 ay münasibətlərimizin inkişafı baxımından çox mühüm olmuşdur. Biz təkcə Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətləri aradan qaldırmadıq. Eyni zamanda Ermənistana neft məhsullarının ixracına da başladıq. Yəni, bu 6 ay ərzində biz əməkdaşlığa başlamışıq. Hazırda ticarət əlaqələrimizi genişləndiririk. Bu səhər Ermənistanlı həmkarımla görüşdüm və gələcək addımlarımızı müzakirə etdik. Bugünkü mükafat mərasimi və hörmətli Hakimlər Komitəsi ilə bütün dostlarımız tərəfindən səylərimizin qiymətləndirilməsi olduqca ruhlandırıcıdır. Mən hesab edirəm ki, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzun müddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq sülh mümkündür. Hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda sülh mümkündür. Əbu-Dabidə keçirilən bu mükafat mərasimi ilə bağlı qeyd edəcəyim son məqam odur ki, bu mərasim rəmzi məna daşıyır. Çünki Ermənistan ilə Azərbaycan arasında sonuncu danışıqlar raundu ötən ilin iyul ayında tarixi Vaşinqton samitindən cəmi bir ay əvvəl məhz burada baş tutmuşdur.
əziz qardaşımız Şeyx Məhəmmədin dəstəyi ilə sülhün bərqərar olunması üçün son razılığa burada gəldik və həmin razılıq daha sonra Vaşinqtonda rəsmiləşdirilmişdir. Bugünkü simvolizm havada hiss olunur. Biz bu nüfuzlu mükafata layiq görənlərə, həmçinin sülhün əldə olunmasında əməyi keçən bütün şəxslərə bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm. Çox sağ olun. Выступивший премьер-министр Армении Никол Пашинян особо подчеркнул, что в свое время невозможно было даже представить, что столь престижная премия будет одновременно вручена лидерам Азербайджана и Армении. По его словам, присуждение этой награды еще раз подтверждает, что страница конфликта между Арменией и Азербайджаном перевернута. Премьер-министр Армении заявил, что он оценивает эту награду как акт поддержки со стороны международного сообщества. Он отметил, что это решение жюри, в состав которого входят уважаемые персоны со всего мира, однозначно укрепляет мир в нашем регионе. Он также подчеркнул, что усилия по обеспечению мира и укреплению доверия между нашими народами будут продолжены. Премьер-министр Никол Пашинян еще раз выразил особую благодарность президенту США Дональду Трампу, чье личное участие и преданность идеалам мира стали ключевым фактором для достижения мира между Арменией и Азербайджаном. Он также выразил особую благодарность президенту ОАЭ за награду и поблагодарил участников этого важного мероприятия. Затем выступили другие лауреаты премии «Заида» за человеческое братство, афганская активистка и исследователи в области прав женщин Заркав Тали и от имени палестинской организации Таавон Набиль Гадуми. Президент Объединенных Арабских Эмиратов шейх Мухаммед бен Заид Аль-Нахаян вручил президенту Азербайджана Ильхаму Алиеву и другим лауреатам премию «Заида» за человеческое братство.